Vaxtınız xeyir olsun, əziz tamaşaçılar və dəyərli izləyicilərimiz. Hər birinizi Kisali İnternet Televiziyasının efirindən salamlayıram. Bizimlə siyasi baxış verişini izləyirsiniz. Əziz tamaşaçılar, bugün verişimizdə 8 noyabr Zəfər tarixinin əhəmiyyətini, şəhidlərimizin qəhrəmanlığını və Qarabağda və Şərqi Zəngəzurda aparılan geniş miqyaslı bərpa quruculuq işlərini studiyamızın qonağı ilə müzakirə edib cavablandıracaq. Qonağımız Milli Məclisin deputatı Azər Allahverənovdur. Xoş gəlmisiniz Azər müəllim, xoş gördük sizi. Dəvətinizi qəbul edib gəldiyiniz üçün təşəkkür edirik. Azər müəllim, bildiyimiz kimi 8 noyabr Zəfər günü təkcə beləcək Azərbaycan tarixində bir tarix nöqtəsi deyil, həmçinin xalqımızın əzmkarlığının, birliyinin və iradəsinin təcəssümüdür. Bu tarix barədə ümumi fikirləriniz necədir? Təəssüratlarınızı öyrənmək istərdik, buyurun. Bu tarix barədə ümumiyyətlə bəlkə də ola bilər ki, saatlarla danışmaq olar. Amma təbii ki, bir neçə vacib nüanslar var. Biz gərək ona xüsusi diqqət yetirək ki, bəli, bu şübhəsiz ki, Azərbaycan tarixinin parlaq səhifələrindən biridir 8 noyabr. Ona görə ki, sözün əsl mənasında biz 200 ilə qədər olan bir müddət ərzində biz bildiyiniz kimi tarixi proseslər zamanı çox ciddi təlatümlər, çox ağırlı, acılı günlər yaşamış bir tarixə mənsubuq. Və onun da 2 qat, 3 qat o ağrı, acılığını artıran bir torpaq itkisi deyilən bir hadisələr var idi ki, biz o hadisələrlə üz-üzə qalmışdıq. Çar Rusiyası dönəmində Sovetlər İttifaqı qurulan zaman müxtəlif tarixi gedişatlara biz nəzər saldıq. Hətta 1980-ci illərin əvvəllərində belə biz torpaq itkisinə məruz qalmışıq. Yəni, müxtəlif direktivalar, müəyyən təzirlər və təzyiqlər altında bizi bu reallıqla barışmağa məcbur ediblər. Yəni, biz nə qədər bunu qəbul eləməsək də belə, amma biz başa düşürdük ki, çox dünyanın kifayət qədər güclü olan bir siyasi mərkəzləri ilə üz-üzə qalırıq. İmperialist bir düşüncə tərzi sərgiləyən bir dövlətlə üz-üzə qalırıq və çox ağırlı, acılı bir təlatümlü bir tarixi bir yol keçmişik. Amma 8 noyabr xüsusilə də çağdaş tariximizin nə üçün xüsusilə də parlaq səhifələri son 30 il ərzində bir var biz tarixdən danışaq, tarixi hadisələr 1957-ci illər hadisədir, 18-20-ci illər, sonra 21-22-ci illər torpaqların itkisi. Bir də var ki, bizim gözümüzün qabağında baş verən bir proseslər vardı. Birinci Qarabağ müharibəsi və Birinci Qarabağ müharibəsində bizim üzləşdiyimiz böyük bir faciələr var idi. Yəni, biz nəinki döyüş meydanında əli yalın sözün əsl mənasında, çünki ordumuz yox idi. Bir mərkəzləşdirilmiş bir idarəetmə yox idi. Xüsusilə də 1992-93-cü illərdə hakimiyyətə gələn AXC Müsavat kütlüyü bir yaratmaz bir siyasət yürütmüşlər. Yəni, özbaşınalığın, xaosa... Özbaşınalığa, xaosa səbəb ola biləcək bir peşəkarlıqdan çox-çox uzaq bir idarəetmə qabiliyyəti və ya qabiliyyətsizlik deyə bir sərgiləndiyini biz şahid olmuşuq. Və bu, istər-istəməz Birinci Qarabağ müharibəsində, döyüş meydanında baş verən proseslərdə özünü xüsusilə göstərmişdi. Hətta burada müəyyən 1992-93-cü illərdə AXC Müsavat kütlüyünün müəyyən ölkələrin xüsusi xidmət orqanlarına bağlılığı məsələsi də çıxırdı ortalığa. Yəni, sanki ona hesablanmışdı hər şey ki, Birinci Qarabağ müharibəsində Azərbaycan xalqı uğursuzluğa düçar olsun, yaranmış vəziyyətlə barışmış olsun. Necə ki, biz tarixini itirə gəlmişik torpaqlarımızı, növbəti bir itki ilə də bizi barışmağa məcbur edirlər və bunu siyasi şəkildə, siyasi cəhətdən etməyə çalışırdılar. Müəyyən manipulyasiyalar, təzyiqlər göstərərək. Şübhəsiz, bir mənalı şəkildə 5-ci kolon başqa dövlətlərin maraqlarını təmsil edən, iqtidarda təmsil olunan 92-93-cü ildə olan qüvvələrin hansı ölkələrə bağlılığı var idi, hətta o dönəmdə belə xalq arasında müəyyən fikirlər dolaşmaqda idi. Və həmin onların bağlı olduğu ölkələr də təbii ki, bir mənalı şəkildə burada gedən prosesləri qəbul eləmirlər və daha doğrusu öz maraqları kontekstindən çıxış edirlər. Onlar üçün önəmli deyildi Azərbaycan xalqı, Azərbaycan torpağının itkisi və digər məsələlər. Nəyə səbəb olar, nə nəticələr verə bilər? Tək onların öz maraqları burada təmin olsun, xüsusilə də iqtisadi maraqlar, geostrateji maraqlar və bunların da müəyyən mənada maraqlarına cavab verən həmin 1992-93-cü illərdə hakimiyyətə təmsil olunan AXC Müsavat kütlüyü olmuşdu. Amma xalqın iradəsinə, xalqın çağırışından hakimiyyətə
ümummilli lider gətirildi. Məhz Heydər Əliyevin gəlişindən sonra, Ulu Öndərin gəlişindən sonra kardinal şəkildə bütün situasiya dəyişməyə başladı. Məsələn, o qeyd etdiyimiz quruculuğu, öz başına Allah son birincisi qoymuş. ictimai siyasi mühitdə dediyiniz o xaosdur, təlatümlərdir, qarşıdurmalardır və digər o birincisi onlara son qoyuldu bir mənalı şəkildə. Mənim yadıma düşür, mən o proseslərdə bilavasitə iştirak edirdim və bir neçə Ulu Öndərlə görüşümüz də olmuşdu. Xaricdə təhsil alanlarla ayrıca bir görüş keçirildi. Yeni kadr dəyişiklikləri həmçinin. Gənclərlə bağlı ayrı görüşlər keçirildi. Sonra müxtəlif cəmiyyətin segmentlərini təmsil edən qruplarla görüşlər, silsilə görüşlər keçir. Hər bir segmentin, hər bir sahənin öz problemlərini bilavasitə xüsusilə də mətbuata verilən diqqət. O cümlədən hə. Və nəticə etibarilə onda da Ulu Öndər demişdik, yəni müstəqillik qazanmaq asandır təbii ki. Yəni ya da ki çətindir, amma onu qorumaq ondan da çətindir. Yəni hətta belə dedi, orada gedən 91-ci il prosesləri var idi. Yəni SSR-nin dağılması bəzi dövlətlərdə heç bizdəki olan proseslər olmadı, amma bizdə Milli Azadlıq Hərəkatı 1988-ci ildən başlamışdı. Onlarda heç bu olmadan onlar müstəqilliyinə qovuşdular. Tutaq ki, fərz elə Ermənistanda hansı Milli Azadlıq Hərəkatı vardı? Heç bir Milli Azadlıq Hərəkatı yox. Onlar üçün 91-ci ildə SSR-nin dağılması göydən düşmə bir proses oldu. Amma biz Azərbaycan xalqı olaraq meydanlarda həmin o müstəqilliyi qazandıq və ona görə də bizim başımıza 1-ci Qarabağ müharibəsində məhz xarici qüvvələrin dəstəyi ilə və onların havadarlığı ilə bir çox hadisələr, müsibətlər törədildi və məsəl üçün biz Xocalı soyqırımla da üz-üzə qaldıq. Yəni belə bir faciə. Hansı ki biz tarixini eşitmişdik, hansısa soyqırımla bağlı, amma biz onu artıq görmüş olduq. Yəni Qarabağın müxtəlif yerlərində Malıbəyli və digər biz o genosidi sözün əsl mənasında biz artıq şahidi olduq ki, yəni gördük ki, və hansı düşmənlə biz üz-üzə idik. Və bu dövrdə hakimiyyətə xalqın çağırışı ilə gələn Ulu Öndər sözün əsl mənasında xalqın ümummilli lideri olaraq bütün bax bu sadaladığım istiqamətlər üzrə vahid bir dövlət siyasətini yürütməyə nail oldu. Hətta olduqca vacib məsələ qeyd etdiyim kimi, yəni söhbət sırf Azərbaycan nöqteyi nəzərindən çıxış edirəm deyirəm. Bəli, biz azadlığı çox çətinliklə qazandıq. Yəni sözün əsl mənasında o dırnağımızla qazandıq. İtkilər verə-verə qazandıq. Çünki 20 yanvar hadisəsini yaşamışdı 1990-cı ildə. Yəni mərkəzi hakimiyyət, yəni Azərbaycanda gedən Milli Azadlıq Hərəkatını ümumiyyətlə qəbul eləmək istəmirdi və bundan da barışmaq niyyətində edildi. Onu da maksimum boğmağa çalışırdı. Amma Ulu Öndər bütün, hətta 20 yanvarla da bağlı zamanında Moskvada etdiyi çıxışlarla, yəni öz iradəsini ortalığa qoymaqla faktiki olaraq xalqın iradəsini ifadə etmiş oldu ki, biz müstəqillik, azadlıq yolunda yəni canımızdan keçməyə hazırıq. Və nəticə etibarilə 1993-cü ildən sonra biz hadisələrin gedişatına nəzər saldığı görürük ki, siyasət kardinal şəkildə dəyişməyə başladı. O vaxtilə 92-93-cü illərdə başı pozuq hərbi birləşmələr var idi. Hərənin bir dəstəsi var idi. Bəli. Elə döyüş meydanında da bu özünü göstərir. Kim kimlə acıq elədi, döyüş meydanında hansı mövqelər təhvil verirdi, kimsə kiməsə nəsə acıq nəsə eləyirdi. Yəni bu yol verilməz bir hal idi. Bu şəxsi qərəz üzərində kökləmiş hansısa bir münasibətlər vardı. Bu sonraki mərhələdə tamamilə böyük ümummilli bir faciələrə gətirib çıxardı, torpaq hissinə gətirib çıxardı. Amma Ulu Öndər bunların hamısına son qoymuş oldu. Və birincisi, ölkənin iqtisadi suverenliyini təmin eləmiş oldu, neft kontraktı imzalamaqla. Sonraki mərhələdə neft kontraktından gələn gəlir rezervinə ordu quruculuq prosesini başladı. Çox güclü şəkildə. Yəni suveren ordunu, güclü ordunun əsasını suveren iqtisadiyyat təşkil edir. Məsələn, konstitusiyanın qəbulu. Konstitusiyanın dəyişdirilməsi 1995-ci il noyabr ayının 12-si artıq demokratik dövlətin bütün o təməl prinsiplərini özündə etibarən ümumbəşəri mahiyyət daşıyan dəyərləri özündə əks etdirən bir sənəd qəbul olundu və bunun üzərindən bir çox proseslər artıq sürətlə inkişaf etməyə başladı və nəticə etibarilə mən nəyə görə deyirəm ki, 44 günü Vətən müharibəsinin əsası məhz ümummilli liderin hakimiyyətə gəlişi zamanı qoyulmuşdu və biz uzun bir yol keçməli olduq. Çünki ordu quruculuğu mütləq olmalıdır. Ən müasir silahlarla, texnologiyalarla təchiz olunacaq bir ordu olmalıdır. Onun peşəkarlığı yüksək səviyyədə olmalıdır. Çox qısa bir müddətdə, hətta o xarici havadarların belə baş açıb nə baş verdiyini düşünməsinə qədər artıq biz torpaqlarımızı işğaldan azad etməlidir. Yəni, ildırım sürəti ilə bir hərbi əməliyyatların keçirilməsinə qadir olan bir ordu olmalıdır və biz dünyanın müxtəlif yerlərində, hətta sülh məramlı missiyalarda iştirak edərək, biz müəyyən
müəyyən təcrübələri mənimsəyərək, biz texnologiyaları öyrənərək çox güclü bir ordu qurmağa müvəffəq oldu. Təbii ki, bunun əsasında həmin suveren iqtisadiyyat durdu və neft gəlirləri, ölkənin o kapitalı və üstə də gəlin insan resursları, onun intellektual resursları. Yəni, Ulu Öndərin dönəmində bu siyasət çox uğurlu şəkildə başlanmışdı və Ali Baş Komandan cənab İlham Əliyevin dönəmində bu tamamilə yekunlaşmışdı və artıq 2016-cı il aprel döyüşləri göstərdi ki, Azərbaycan ordu istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Ermənistan tərəfi isə bundan sakitləşmirdi. Onlar hər zaman dənizdən dənizə, nə bilim, Kürün şimal hissəsi, Kürün sahilləri, Bakıya qədər gedib çay içmək arzuları ilə hər zaman yaşayıblar. Və düşündülər ki, yenə də elə o abu-havada zaman-zaman törətdikləri təmas xəttində, keçmiş təmas xəttində hərbi təxribatların da məqsədi o idi ki, müxtəlif istehkamların nisbətən müdafiəsi zəif olan yerləri müəyyənləşdirmək və onların üzərindən hücuma keçmək və bunun nəticəsi olaraq elə aprel döyüşləri də antiterror tədbirləri kimi həyata keçirildi. Sonra 2018-ci ildə Naxçıvan istiqamətində Güngüt əməliyyatı oldu ki, orada da çox böyük bir strateji əhəmiyyət daşıyan bir yüksəkləri Azərbaycan ordusu işğalçılardan azad eləyə bildi. Eyni zamanda 2020-ci ildə iyul ayında Tovuz hadisələrini yadda salsaq, yəni biz onda da yenə antiterror tədbirlərinə cavab olar. Yəni burada artıq fikir verin ki, nəinki Qarabağ və Qarabağ ətrafı olan rayonlar, hətta tamamilə fərqli istiqamət, Qazax, Tovuz istiqamətlərində torpaqları ələ keçirməyə can atan bir işğalçı bir dövlət var idi. Və buna da cavab olaraq, bəli, 2020-ci ilin məhz sentyabr ayının 27-sində artıq antiterror əməliyyatlarına start verildi və nəticə etibarilə 44 günü Vətən müharibəsi zamanı Azərbaycan tarixinin ən şanlı səhifələri yazıldı ki, hansı ki bu 8 noyabr Şuşanın da son olaraq işğaldan azad olması və bunun da bir davamı olaraq mən mütləq deyim ki, 2023-cü ilin sentyabr ayında 19-u 20-si tarixlərində keçirilən 23 saatlıq dövlət suverenliyinin tam bərpası əməliyyatları sonuncu nöqtəni qoydu. Cənab Prezidentin bir məşhur bir ifadəsi vardı buna. Separatçılıq cənazəsinin sonuncu mismarı da məhz həmin o əməliyyat vurmuş oldu. Yəni burada deməli, baxın, sizin sualınızdan irəli gələrək burada iki kontekstdə məsələyə baxıram. Birincisi, bu Azərbaycan tarixi nöqteyi nəzərindən o şanlı bir parlaq səhifəsi yazılmış oldu. Torpaqların işğaldan azad olması, müasir Azərbaycanın 86,6 min kvadrat kilometr olan ərazisi tam deməli, işğaldan azad olundu və ölkədə konstitusion rejim bərqərar oldu. Bu məsələnin bir tərəfi. Bir də ki, digər tərəfdən də Cənubi Qafqaz bölgəsində separatçılıq, xüsusilə Azərbaycanda olan erməni separatçılığa son qoyuldu. Bu da dünya separatçılığına mübarizə aparan qüvvələrə bir örnək oldu. Yəni, biz Cənubi Qafqaz bölgəsinə yeni bir siyasi reallıq yaratdıq. Biz 8 noyabr zəfəri ilə Cənubi Qafqaz bölgəsində sülh və sabitlik gətirdik. Biz 8 noyabr qələbəsi vasitəsilə Cənubi Qafqazda reallaşmaqda olan bir sıra Avrasiya qitəsi üçün mühüm əhəmiyyət kəsb edən inteqrasiya layihələrinin icrası üçün çox əlverişli bir mühit yaratmış olduq. Yəni bu zəfərlə. İstənilən halda biz görürük ki, həm ümummilli səviyyədə, həm regional səviyyədə, həm də regionlar arası bir müstəvidə Cənubi Qafqaz bölgəsində erməni separatçılığına son qoymaqla nəticə etibarilə Azərbaycan Avrasiya qitəsi üçün həyati əhəmiyyəti kəsb edən bir çox layihələrin reallaşdırılması üçün bir əlverişli bir mühit yaratmış oldu. Və bütün bunların hamısını həyata keçirən zaman Azərbaycanın ən güclü tərəfi də şübhəsiz ki, ordu, xalq, iqtidar birliyi, bu triyada mütləq olmalı idi və onu da daha da güclü eləyən bizim beynəlxalq hüquqa istinad etməyimizdir. Çünki biz beynəlxalq hüquqla silahlanaraq, bəli, biz beynəlxalq hüququn tələblərinə irəli gələrək ölkənin ərazi bütövlüyünü təmin etmiş olduq. BMT-nin 4 qətnaməsinin tam icrasına biz nail olduq. Qəhrəman şəhidlərimizin xatirəsi hər zaman xalqımızın qəlbində yaşayır. Yəni bildiyiniz kimi, yəni hər il, yəni indi bu 8 noyabr öncəsi indi 5 il tamam olacaq, yeri gəlmişkən fürsətdən istifadə edib Azərbaycan xalqını bu möhtəşəm zəfər münasibəti ilə təbrik eləyirəm və şəhidlərimizə Allah rəhmət eləsin deyirəm. Qazilərimizə, indi bu müalicə səhhətindən bağlı problemlər yaşayan şəxslər var, onlara şəfa diləyirik və dövlət hər zaman şəhid və müharibə iştirakçıları olan qazilərin hər zaman yanında oldu. Şəhid ailələr üzvlərinə hər zaman dəstək göstərilir ən yüksək səviyyədə. Bütün sosial spektr üzrə siz baxsanız görərsiniz ki,
səhiyyədən tutmuş, məşğulluq məsələləri, məşğulluqdan tutmuş, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı və digər bütün elə bir sahə yoxdur ki, orada məhz bütün məsələlərin başında şəhid olmuş şəxslərin ailə üzvləri, müharibə iştirakçıları olan, qazilər olan onlar özləri və onların ailə üzvləri durmasın. Yəni bu belə deyək, dövlətin idarə etmə siyasətinin ana xəttini təşkil edən məsələdir. Bir mənalı şəkildə və o səbəbdən də biz baxsaq ki, şəhidlərin ailə üzvlərinə, qazilərə ev şəraitinin yaxşılaşdırılması ilə bağlı evlərin verilməsi və digər məsələlər, yəni bunlar hamısı paket şəklində dövlət tərəfindən həyata keçirilən sosial təminat layihələridir və siz fikir versəz, eyni zamanda görəsiniz ki, bir çox məsələlərdə, hətta ən yüksək səviyyə tribunalarda belə edilən çıxışlar zamanı, verilən bəyanatlar zamanı bu məsələ xüsusilə qeyd olunur, diqqət etsən və ikinci bir prioritet məsələmiz işğaldan azad olunmuş deməli ərazilərdə böyük bərpa quruculuq işlərinin həyata keçirilməsi. Hal-hazırda Qarabağda və Şərqi Zəngəzurda aparılan geniş miqyaslı bərpa quruculuq işlərinin miqyası necədir? Belə hal-hazırda vəziyyət necədir? Bu barədə fikirlərinizi öyrənmək istərdim. Miqyası kifayət qədər əhatəli, çox səviyyəli, çox spektrli və çox vektorludur. Yəni, bir var ki, siz, misal üçün, bir torpaqlar işğaldan azad olunsun, uzun müddət, illər boyu orada ancaq elə mina axtarmaqla məşğul olasınız. Bir də var ki, bütün məsələlər kompleks şəkildə həyata keçirilsin. Birincisi, mina təhlükəsizliyi məsələsi bu bir nömrəli məsələdir. Yəni, istənilən infrastruktur layihələrini həyata keçirmək üçün ilk əvvəl o təhlükəsizlik təmin olunmalıdır. O minadan təmizlənəndən sonra həmin ərazidə infrastruktur yaradılır. Həmin ərazidə dağıdılmış evlərin bərpa olunması, yəni bəzi şəhərlərdə evlər var idi, onun bərpa prosesi, amma şəhərlərin böyük əksəriyyəti tamamilə yeniliksən olubdur. Yəni qəsəbələr, kəndlər, şəhərlər ümumiyyətlə tamamilə dağıdılıbdır. O yenidən qurulur, yəni şəhərlər yenidən inşa olunur. Və bu da təbii ki, böyük bir iradə və böyük də səy tələb edən bir məsələdir. Məsələnin maliyyə tərəfini qoyuram bir qırağa. Bu Azərbaycan hökumətinin öz vəsaiti hesabına baş verən bir prosesdir. Amma digər tərəfdən çox ciddi bir siyasi iradə qoyulur ortalığa ki, müəyyən olunmuş çərçivələr daxilində artıq bərpa quruculuq işləri çox uğurlu şəkildə həyata keçirilmiş olsun və oraya keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunsun. Biz bu 5 il ərzində onu əminliklə deyə bilərik ki, bu proses kifayət qədər sürətlə getməkdədir və 2026-cı ildə artıq o böyük qayıdış proqramının birinci mərhələsi tamamlanmaq üzrədir və gözlənilir ki, öyle birinci mərhələnin nəticələrinə uyğun olaraq 160 mindən çox keçmiş məcburi köçkün həmən ərazilərə qayıtmış olsun. Bu günə qədər artıq 50 minə qədər şəxsin ora qayıtdığı bildirilir və nəticə etibarilə bir çox şəhərlərdə artıq sözün əsas mənasında həyatın qayıtdığını biz müşahidə edə bilərik. Bəli, biz uşaq bağçaları, yəni uşaq gülüşləri belə də, misal üçün, hansı ki, bu ərazilərə... Bu da dünya ictimaiyyətinə, beynəlxalq ictimaiyyətə bir mesajdır ki, vaxtilə erməni vəhşiliyinə, talançılığına məruz qalan bir ərazi indi yeni bir həyat canlanır, yeni bir nəfəs verir. Bu da belə desək, özündə bir mesajı ehtiva edir. Bir mənalı mesajdır. Bir tərəfdən var dağıdıcı qüvvə, bir tərəfdən də var yaradıcı qüvvə. Və biz bütün beynəlxalq platformalardan, bütün beynəlxalq tribunalardan bu müqayisəni aparan zamanda təbii ki, istər-istəməz nə qədər də subyektiv, nə qədər də qərəzli olsalar, nə qədər də erməni pərəst bir mövqe sərgiləsələr də belə dünyanın müxtəlif siyasi mərkəzlərinin və dairələrinin təmsilçilərinin istər-istəməz görür ki, bir tərəfdən dağıdıcı qüvvə Ermənistan timsalında, hansı ki, yenə də sülhdən danışır, amma sülhlə bağlı konkret addımlar atmır. Digər tərəfdən də var yaradıcı qüvvə Azərbaycan, hansı ki, ən yüksək səviyyədə həmin o sülh və sabitliyi təmin edə biləcək bir siyasət yürütmüş oldu. Ölkənin ərazisini işğaldan azad etmiş oldu. Beynəlxalq hüququn təntənəsinə nail oldu və nəticə etibarilə böyük bir bərpa quruculuq işlərinə start verməklə həm də özünün sülh əlini uzatdı. Həmin o dağıdıcı qüvvələri sülhə çağırır. Yəni deyir ki, sülhün alternativi yoxdur. Yox, əgər bir dövlət olaraq siz özünüzü subyekt kimi görmək istəyirsinizsə, siz həqiqətən də inkişaf etmək istəyirsinizsə, siz həqiqətən də bu düşdüyünüz bataqlıqdan çıxmaq istəyirsinizsə, siz Azərbaycanın həyata keçirdiyi
keçirdiyi inteqrasiya layihələrinə qoşulmaqla sülh prosesinə öz töhfənizi vermiş olasınız. Siz qeyd etdiyiniz məsələlər infrastruktur layihələri, məktəblərin, xəstəxanaların tikilməsi, memarlıq abidələrinin təmir olunması, həmçinin hava limanları, dəmir yolları və s. Bunlar ümumiyyətlə turizm sektoruna necə təsir göstərir? O birbaşa olaraq turizm sektoruna bağlı olan məsələdir. Çünki yəni sözün əsl mənasında bizim işğaldan azad olmuş ərazilərdə tək ekosid baş verməmişdi. Daha doğrusu tək genosid baş verməmişdi. Eyni zamanda ekosid baş vermişdi. Flora və fauna məhv edilmişdi. Burada urbasit baş vermişdi. Urbasit şəhərlərin, qəsəbələrin, kəndlərin dağıdılması. Burada kulturasit baş vermişdi. Həmin o mədəni abidələrin dağıdılması. İndi bax bu sadaladığım istiqamətlər üzrə orada həyata keçirilən bərpa quruculuq işləri, həm də flora və faunanın bərpa olunması artıq oranın təbiətinə bir həyatın qaytarılması istiqamətində dövlət bütün səylərini səfərbər eləyibdir. İnfrastruktur qurulur, 3 beynəlxalq hava limanı istifadəyə verildi. Birinci Füzuli, Zəngilan və deməli Laçın hava limanları. Siz fikir verin, o beynəlxalq hava limanları nəyə xidmət edir? Həmin o turizm infrastrukturunun bir segmenti olaraq ora turist axınının belə baş verməsinə xidmət edən bir layihələrdir. Yol infrastrukturu qurulur. Yol arteriyaları, istənilən turizm infrastrukturunun əsas segmentlərindən biri. Mədəniyyətin başlanğıcıdır. Birbaşa olaraq. Təbii ki, bu iqtisadiyyatın dirçəldilməsi nöqteyi nəzərdən olduqca vacib bir segmentdir, amma bu həm iqtisadiyyat dediyi, həm də bu turizm sahəsidir. Və digər tərəfdən də şəhərlərdə, məsəl üçün mənim yadıma düşür, 2021-ci ilin mart ayında biz Ağdama gedəndə ümumiyyətlə Ağdamda yaşayış üçün bir məskən yox idi. Bir məscid qalmışdı, məscidin 2000 arası qalmışdı, başqa heç nə yox idi. Və ya digər şəhərlərdə də eyni bir vəziyyət idi. Şuşada yaşayış var idi, yaşayış köhnədən qalma, hələ Sovetlər dönəmindən qalma binalar var idi. Amma mehmanxana sistemi yox idi. Bir dənə yalnız köhnə bir mehmanxana var idi. Amma indi artıq siz baxsınız Şuşada da, Xankəndidə də və digər şəhərlərdə artıq mehmanxana şəbəkəsi belə, restoranlar şəbəkəsi belə fəaliyyət göstərməkdir. Bunlar hamısı bilavasitə turistlərin vaxtlarının asudəsinin uğurlu şəkildə təşkil olunmasına xidmət edir. Digər tərəfdən də Şuşanın özündə də və digər şəhərlərdə də mədəni abidələrin bərpa olunması da həmin o prosesin bir tərkibisidir. Bəli, bu Azərbaycan xalqının irsidir, mədəni irsidir. Amma digər tərəfdən də bu da həm də turist axınlarının maraqlarına səbəb ola biləcək bir amillərdir ki, bu istiqamətdə də bizim dövlətimiz çox uğurlu siyasət həyata keçirir və Azərbaycan xalqı böyük məmnuniyyətlə bu prosesdə iştirak eləməklə dövlətin həyata keçirdiyi bu siyasəti təqdir edir və dəstəkləyir. Çox sağ olun Azər müəllim. Gəzib görüşünüz üçün təşəkkür edirik. Sağ olun. Belə əziz tamaşaçılar və dəyərli izləyicilərimiz, bugünkü verilişimizin sonuna gəldik. Nəzərinizə çatdırmaq istərdim ki, studiyamızın bugünkü qonağı Milli Məclisin deputatı Azər Allahverənov idi. Gələn görüşlərə dək.